Salam əziz və dəyərli dinləyicilər, mən bugün sizə Kitab Dədə Qorqud eposu haqqında ümumi belə deyək, dastan haqqında məlumat verəcəm. Başlayaq. Deməli, bədii söz sənətinin ilk mükəmməl ədəbi nümunəsidir. Kitab Dədə Qorqud bədii söz sənətinin ilk mükəmməl ədəbi nümunəsidir. Azərbaycan türklərinin qədim qəhrəmanlıq salnaməsidir. Azərbaycan türklərinin ulu babalarının, Oğuzların ən möhtəşəm sənət abidəsi Kitab Dədə Qorqud məhz onların həyatını, məişətini, inancını, həyata baxışını, mübarizəsini, torpağa sədaqətini əks etdirir. Bəzi tədqiqatçılar dastanın 6-7-ci əsrlərə, bəziləri isə daha əvvələ aid olduğunu deyir. Deməli, bəziləri 6-7-ci əsrlərə, bəziləri isə daha əvvələ aid olduğunu deyir. Dastan şifahi şəkildə formalaşmış, 9-10-cu əsrlərdə yazıya alınmışdır. Deməli, birinci şifahi şəkildə 9-10-cu əsrlərdə isə yazıya alınmışdır. Dastanın 11-12-ci əsrlərdə üzü köçürülür. Deməli, 11-12-ci əsrlərdə isə üzü köçürülür. 19-cu əsrdə tədqiq olunmağa başlamışdı. Neçənci əsrdə? 19-cu əsrdə. Deməli, 6-7-ci əsrlərə, bəziləri isə daha əvvəl aid olduğunu deyir. 9-10-cu əsrlərdə yazıya alınır. 11-12-ci əsrlərdə üzü köçürülür. 19-cu əsrdə isə tədqiq olunmağa başlayır. İlk dəfə bütöv şəkildə 1962-ci ildə Həmid Araslı tərəfindən çap olunmuşdur. Həmid Araslı tərəfindən, yəni 20-ci əsrdə. 1978-ci ildə isə tam şəkildə yenidən çap olunur. Deməli, birinci tam şəkildə çapı 1962-ci ildə, ikinci dəfə tam yenidən çapı 1978-ci ildə həyata keçirilir. Dastanın iki əlyazması var, Drezden və Vatikan. Hansılar oldu? Drezden və Vatikan. Deməli, Drezden bir müqəddimə 12 boydan, Vatikan isə bir müqəddimə 6 boydan ibarətdir. Drezden daha çoxdur, Vatikan isə onun yarısı qədər, yəni 12-nin yarısı 6 qədər. 6 qədər nə edir? 6 boydan ibarətdir. Dastanın üçünü nüsxəsi Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. Kitab Dədə Qorqud harda saxlanılır? Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. Üçüncü nüsxəsi. Kitab Dədə Qorqud İslamiyyətdən çox öncəki Oğuznamələr silsiləsinə daxil olsa da, ana dilimizin abidəsidir. Deməli, İslamiyyətdən çox öncəki Oğuznamələr silsiləsinə daxil olsa da, ana dilimizin abidəsidir. Epos o dövrdə ərəb və fars dilləri ilə yanaşı, doğma ana dilimizdə də möhtəşəm bədii sənət nümunələrinin yarandığını və dilimizin inkişaf etdiyini deməyə əsas verir. Bu qiymətli abidə təkcə dilimizi, tariximizi yox, bütövlükdə xalqımızın mənəviyyatını, psixologiyasını, həyata baxışını və s. öyrənmək, dəyərləndirmək üçün mötəbər mənbədir. Epos əsrlər boyu ozanlar tərəfindən şifahi olaraq yaşadılmış, kim tərəfindən? Ozanlar tərəfindən. Çox sonralar isə yazıya köçürülərək Kitab Dədə Qorqud adlandırılmışdı. Eposu yaradan da onun qəhrəmanları da Oğuz türkləridir. Eposun yaradıcısı və ilk söyləyəni Ozanlar Ozanı Dədə Qorqud olmuşdu. Deməli, eposun dedik, yaradıcısı və ilk söyləyəni kim olmuşdu? Ozanlar Ozanı Dədə Qorqud olmuşdur. Daha sonra Oğuz elinin bilicisi kimi hörmət və nüfuz sahibi olan tarixi şəxsiyyətdir. Kim? Dədə Qorqud. Dedi ki, Oğuz elinin bilicisi və hörmət nüfuz sahibi olan tarixi şəxsiyyətdir. Haqqında rəvayətlər və əfsanələr var. Deməli, Dədə Qorqud haqqında rəvayətlər və əfsanələr var. Gələcəkdən xəbər verə bilirdi. Məhəmməd Peyğəmbərin dövründə yaşamışdı. İslamı yaymağa çalışırdı. Hadisələr iç və dış Oğuzdan ibarət olan Oğuz elində cərəyan edir. Deməli, Dədə Qorqud haqqında hansı məlumatları öyrəndik? Oğuz elinin bilicisi kimi hörmət və nüfuz sahibi olan tarixi şəxsiyyətdir. Daha sonra haqqında rəvayətlər və əfsanələr var. Gələcəkdən xəbər verə bilirdi. Məhəmməd Peyğəmbərin dövründə yaşamışdı. İslamı yaymağa çalışırdı. Hadisələr iç və dış Oğuzdan ibarət olan Oğuz elində cərəyan edir. Harda? İç və dış Oğuzdan ibarət olan Oğuz elində. Oğuz elinin başçısı Bayandır xandır. Dastanda yalnız adı çəkilir. Deməli, Bayandır xanın dastanda yalnız adı çəkilir. Müdrik və qüdrətli hökmdardır.
müdrik və qüdrətli hökmdardır. Ulaşoğlu Salur Qazan Oğuz elində ikinci şəxsdir. Kim? İkinci şəxsdir. Ulaşoğlu Salur Qazan. Sərkərdələrin başçısıdır. Sərkərdələrin başçısı. Bəs Oğuz elinin başçısı kimdir? Bayandur xan. Sərkərdələrin başçısı isə Qazan xandır, yəni Salur Qazan. Oğuzların qarşısında duran birinci problem, ən mühüm vəzifə vətən toxunulmazlığı və xalqın müdafiəsi idi. Nə idi? Vətən toxunulmazlığı və xalqın müdafiəsi. Oğuzların tez-tez silaha sarılmasının, döyüşə məcbur qalmasının səbəbi düşmənlərin, qara donlu kafirlərin basqınına, talanına məruz qalmaları idi. Hiləgər və amansız düşmənin öhdəsindən gəlmələrinin səbəbi isə Oğuz igidlərinin birliyi idi. Daha sonra qadın obrazlarına qarşı olan münasibətdə isə ana haqqı Tanrı haqqına bərabər tutulurdu. Deməli, ana haqqı Tanrı haqqına bərabər tutulur. Dastanda anaya, qadına böyük ehtiram ifadə olunur. Anaya, qadına böyük ehtiram ifadə olunur. Oğuz elində ananın, qadının ailədə, cəmiyyətdə mövqeyi yüksək və şərəflidir. Əslində mən bu məsələyə biraz bir tərəf yanaşmıram, daha doğrusu. Çünki Salur Qazanın evinin yağmalandığı boyda biz görürük ki, Salur Qazan deyir ki, anamı geri verin və mən davasız, filansız qayıdım gedim. Yəni burada əgər qadın ailədə, cəmiyyətdə mövqeyi yüksəkdirsə, onda qadını niyə ora qoyub gedirdi? Bu da başqa bir məsələdir. Nəysə, yeri gələndə at minib, qılınc çalan, igidlərə arxa duran Nəcib Oğuz xanımları vəfalı və sədaqətlidir. Dastanın hissələri boy adlanır. Nə adlanır? Boy. Yaxşı, Koroğlu dastanında nə adlanırdı? Qol adlanırdı. Deməli, 12 boydan ibarətdir dastan, vahid sujet xəttinə malik deyil. Baxın, bu 12 boy vahid sujet xəttinə malik deyil. Bir-biri ilə əlaqəsi olan ayrı-ayrı boylardan ibarətdir. Yəni, hər boyun özünə məxsus sujet xətti var. Ümumilikdə boyların, belə 12 boyun sujet xətti yoxdur. Yəni, necə deyərlər? Sabit bir sujet xətti yoxdur. Amma ayrılıqda 12 boyun hər birinin ayrılıqda sujet xətti var. Dastanda bədii həlli verilmiş mühüm problemlər nələrdir? Həlli verilmiş. Deməli, vətənə, el-obaya layiq düşmən qabağında dayana bilən gənclərin tərbiyə edilməsi, doğma yurda sevgi hissinin və dövlətçilik düşüncəsinin yaradılması, adət-ənənələrin qorunub saxlanılması. Hansılar oldu? Vətənə, el-obaya, düşmən qabağına dayana bilən gənclərin tərbiyə olunması, doğma yurda sevginin və dövlətçilik düşüncəsinin yaradılması, adət-ənənələrin qorunub saxlanılması. Baxın, dövlətçilik düşüncələri varmı? Kitabi-Dədə Qorqudda bəli var. Koroğluda varmı? Xeyr, yoxdur. Dastanın hər boyunda bu gün üçündə əhəmiyyətli olan problemlər qoyulmuş, onlara münasibət bildirilmişdir. 12 boyun əksəriyyəti tarixidir. 11 boyda Oğuz elinin birliyindən danışılır. 11 boyda Oğuz elinin birliyindən danışılır. 12-ci boyda isə birlik pozulur. Deməli, 12-ci boyda birlik pozulur. Dastanın bədii gücünün artıran cəhətlərdən biri də burada işlənən sözlərin böyük əksəriyyətinin türk mənşəli olmasıdır. Dastanın nəzm hissəsinin janrı bilinmir. Deməli, nəzm hissəsinin janrı bilinmir. Nəzm və nəsr hissələr bir-birindən kəskin fərqlənmir. Deməli, nəzm və nəsr hissələr bir-birindən kəskin fərqlənmir. İdeyası nədir? Vətənpərvərlik və birlik. Əsas qeydlər nədir? Oğuz elinin igidləri Qaragünə, Alp Aruz, Basat, Yeynək, Dəlidonda, Səgirək, Bəkil, Qarabudaq, Uruz, Bəkiloğlu, İmran və s. Dirsə xan xeyirxax və yumşaq təbiətlidir. Dirsə xan deməli xeyirxax və yumşaq təbiətli. Beyrək iradəli, dözümlü, sədaqətli. Səgirək ailə münasibətlərində böyük rəğbəti ilə seçilir. Səgirək ailə münasibətlərində böyük rəğbəti ilə seçilir. Qazan xan 7 başlı əjdahanı öldürür. Qanturalı 3 qorxunc heyvanı öldürür. Qanturalı 3 qorxunc heyvanı öldürür. Buğac nəhəng buğanı öldürür. Buğa ilə yadda saxlaya bilərsiniz. Burla xatun, Banu Çiçək, Dirsə xanın xatunu, Selcan xatun ağıllı, tədbirli, vəfalı, qorxmaz igid və ləyaqətli qadın obrazlarıdır. Uruz, Oğuzun gənc igidlərinin ümumiləşmiş surətidir. Oğuz elinin xarici düşmənləri Şöklü Mələk, Trabzon Təkuru, bir də Trabzon Təkuru Qara Mələk idi. Deməli, Oğuz elinin xarici düşmənləri kim idi? Şöklü Mələk, bir də Trabzon Təkuru Qara Mələk idi. Şöklü Mələk, bir də Qara Mələk idi. Yaxşı, bəs Koroğlu dastanında xarici düşmənlər var idi mi? Xeyr, yox idi.
Ümumiyyətlə belə deyək, xarici düşmənlər deyəndə, yəni Koroğlu xarici düşmənlərə, basqınçılara qarşı yox, öz belə deyək, yerlilərinə qarşı vuruşurdu. Yerli də deyəndə məsələn, orada olan xanlar, paşalar öz belə deyək, vətəninin paşaları idi. Digər işğalçı ölkənin yox. Oğuz elinin xarici düşmən obrazları Oğuzlarla üzbəüz döyüşə cəsarət etməyən qarətçi və zalımdır. Fürsət düşən kimi Oğuza xaincəsinə basqın edir, elin, obanın var dövlətini talayır, dinc insanları əsir aparırlar. Burada xaincəsinə deyəndə, yəni xəyanətkardılar. Mifik düşmən Təpəgözdür. Əfsanəvi boylar Duxa qoca oğlu Dəli Domrul, Basatın Təpəgözü öldürdüyü Bunlar əfsanəvi boylardır. Və qəhrəmanların əlamətlərindən danışaq. Ulaş oğlu Salur Qazan, Tülü quşun balası, yazıqların ümidi, Amid soyunun aslanı, Qaraqıcığın qaplanı, Qonur atın yiyəsi, Uruz xanın oğul ağası, Bayandır xanın kürəkəni, Qalın Oğuzun dayağı, igidlərin arxası. Bax, bu hissə məhz Salur Qazanın evinin yağmalandığı boyun əvvəlində də verilir. Daha sonra Qazan bəyin qardaşı Qaragünə, Qaradərə ağzında, Qarabuğa dərisindən beşiyinin yerliyi olan, acığı tutanda qara daşı kül eləyən, bığını boynu dalında 7 dəfə düyünləyən igidlər igidi, Göybədəvi atın yiyəsi Qaragünə idi. Qıyan Səlcioğlu Dəli Dondaz Dəmirqapı Dərbəndəki Dəmirqapını hücumla alan 60 tutamlıq böyük nizəsinin ucunda igidləri böyürdən, Təpəlquşu ayğırın yiyəsi, Təpəlqaşqa daha doğrusu ayğırın yiyəsi, Qazanı 3 dəfə atdan yıxan. Deməli, bu kim idi? Dəli Dondaz. Dəli Dondazı dığlarla yada saxlaya bilərik. Dəmirqapı Dərbənd, Dəli Dondaz, bir də Qazan xanı 3 dəfə atdan yıxan. Qaragünə oğlu Qarabudaq, Amidlə Mərdin qalasını vurub yıxan, dəmir yaylı Qıpçaq Məliyə qan qusturan, gələrək Qazanın qızını mərdli ilə alan. Bax, Qazanın qızını mərdli ilə alan. Bu kim idi? Qarabudaq idi. Qaragünə oğlu Qarabudaq Qazanın qızını mərdli ilə alan Oğuzun ağ saqqallı qocaları görəndə o igidə əhsən deyən alməxmər şalvarlı, atı mavi qotazlı. Deməli, Qazan xanın buradan görürük ki, bir qızı da var imiş və Qazanın qızını mərdli ilə alan deyir. Sonra qəflət qoca oğlu Şir Şəmsəddin icazəsiz Bayandır xanın düşmənini basan 60.000 kafirə qan qusturan. Şir Şəmsəddin kim oldu? İcazəsiz Bayandır xanın düşmənini basan 60.000 kafirə qan qusturan. Ağ boz atının yalı üzərində qar yığılan. Daha sonra Qazlıq qoca oğlu Yeynək bəy. Yeynək bəy çalma çarpaz çalmalı, çaq qaraquş ərdəmli, qurma qurşaqlı, qulağı qızıl küpəli, Qalın Oğuz bəylərini bir-bir atından yıxan, Duru ayğırın yiyəsi, Qazana keşiş deyən. Qazana keşiş kim deyirdi? Yeynək deyirdi və Qalın Oğuz bəylərini bir-bir atdan yıxan, Duru ayğırın yiyəsi, həmçinin qulağında qızıl küpə var imiş. Bamsı Beyrək Parasarın Bayburt hasarından sıçrayıb aşan, al rəngli gəlin otağına qarşı gələn 7 qızın ümidi, Qalın Oğuzun müjdəçisi Qazan bəyin silahdaşı Boz Ayğırlı kim idi? Beyrək. Bığlarla yada saxlaya bilərik. Boz Ayğırlı, Beyrək, Bayburt hasarından aşan. At ağızlı Aruz qoca 60 təkə dərisindən olan kürkü topuqlarını örtməyən, 6 erkək dərisindən papağı qulağını örtməyən, qolu budu uzunca, baldırları incə, Qazan bəyin dayısı, 9 tayfanın başçısı, Qazan bəyin dayısı. İrək qoca oğlu Alp Ərən kafirləri it ardına qoşub, alçaldan, eldən çıxıb, ayğır gözlü suyunda at üzdürən, daha sonra 57 qalanın açarını alan, Ağməliyin Çeşmə qızına evlənən Sufi Sandal Məliyə qan qusturan. Bir də Alpərən düşmən qızı ilə evlənmişdi, bunu qeyd edirik. Düyər, 1000 nəfərin başçısı, Düyər, Bügdüz Əmən, Peyğəmbərin üzünü görən, onunla danışan minbaşı. Deməli, Bügdüz minbaşı idi, Düyər isə 1000 nəfərin başçısı idi.
Dəli Tondaz 24 Oğuz elini tərif edən. 24 Oğuz elini tərif edən Dəli Tondaz. Dastanda işlənmiş bədii təsvir və ifadə vasitələri nələrdir? Təşbehlər, qar üstünə qan dammış tək qızıl yanaqlım epitetdir. Qurulu yay bənzər çatma qaşlım, güz almasına bənzər al yanaqlım. Deməli bunlar nə oldu? Təşbehlər oldu. Qar üstünə qan dammış tək qızıl yanaqlım, dammış tək. Daha sonra qızıl yanaqlım da epitetdir. Qızıl yanaqlım epitet, dammış tək isə bənzətmədir. Qurulu yay bənzər çatma qaşlım. Qurulu yaya bənzər, yəni ona bənzədir. Göz almasına bənzər al yanaqlım. Mübaliğələr də var təbii ki. Qazan xanın 7 başlı əjdahanı öldürməsi, Qanturalının 3 qorxunc heyvanı öldürməsi, Buğacın nəhəng buğanı ram etməsi, Qaraca çobanın sapanla daş atdığı 3 il ot bitməməsi, bir atışda 3-4 kafiri yerə yıxması, çobanın ağacı dalına alıb gəlməsi bunlar mübaliğələrdir. Belə, ümumi dastan haqqında bu qədər. Ümidvaram ki, nəsə bir işinizə yaraya bilər, yarayar. Belə, əgər bura qədər gəldinizsə, videonu bəyənməyi və kanala abunə olmamışsınızsa, abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.